Hər vaxtınız xeyir olsun, əziz dostlar, əziz izləyicilərimiz, Allah sizlərə bərəkət versin. Bugün yenə sizə Biləcərdə gözəl bir evimizi təqdim edirik inşallah. Gəl bir dənə görsəd evi, gəl buradan gəl, yaxın gəl. Dostlar, gördüğünüz ev, bu qarşıda gördüğünüz evdir. Ev 2 mərtəbəlidir, tam təmirlidir, 2,2 sotun içindədir. Evin özü hər mərtəbəsi 112 kvadratdır, 2 mərtəbəsi eləyir 225 kvadrat. Deməli, evin qazı suyu işığı, bütün kommunalları var. Bir də evi təqdim etməmişdən öncə sizə bir şey qeyd edeyim. Bax, Tural, bu boş torpaq sahəsi var ha. Bu evi alan adam, evi alan kimdirsə, birdən desə ki, həyət mənim üçün balacadır, biraz böyütmək istəyirəm, bu torpaqda satırlar. Yəni bu ev yiyəsinə məxsusdur bu torpaqda. Yəni kim nə qədər istəsə, 1 sot, yarım sot, 2 sot, tam rahat şəkildə pulun verər, alar, qatar həyətinə. İnşallah, buyurun, sərnizə təqdim edəcək. İnşallah. Əziz dostlar, hal-hazırda bax, bu evin həyətinə tam belə bu vəziyyətdə 2,2 sotdadır, 3 maşın rahat şəkildə girə bilir bu evin həyətinə. Evin bələdiyyə sərəncamı var, qaz, su, işıq, bütün kommunalları var. 41 nömrəli marşrut var, Azadlıq metrosuna gedir. Həmin marşrutla məsafəsi təxminən 150-200 metrdir. Gəl Kərbalay, səni təqdim edək, birinci mərtəbə. Buranı göstərim qoy. Qaraj hissəsidir, qaraj hissəsi. Bu da aşağı mərtəbədir. Deməli, əziz qardaşım, burada bir dənə qonaq otağıdır aşağıda, bir dənə yataq otağıdır, bir mətbəxdir, bir də gördüyünüz bu hamam tanıcı da koridor. Deməli, nəyi demək istəyirəm? Birinci mərtəbə, o burada nə görürsünüzsə, hamısı istif oldu. Konkret, hamısı istif oldu. Və indi buranın aboyu qalıb, qapıları qalıb. Bunlar da inşallah qiymətə daxildir. Bir dənə kəblə gəl görsəz. Bax, buranı da mətbəx eləmək olar ha. Böyük də əladır. Buranı şəxsən mətbəx eləmək olar. Çox gözəl də alınır. Biz mətbəx var aşağıda. Çox gözəl. O biri göz mətbəxdir. Amma bura böyük olmaq üçün bax, gözəl olar mətbəx olmasa. Bura mətbəxdir. Evin mətbəx hissəsidir. Mətbəx hissəsi budur. Yəni, kiçik demək olmazdır ha. Normal ölçüsü var. Bura tam təhvil veriləcək də yəni. Bəli, tam təhvil gəlindəki yox. Kuxam evi quraşdırılmır. Yox. Aboyu vurulacaq. Bir də qapıları qoyulacaq da yəni. Kuxam evidir. Bu aksesuarlardır. Bunları qoymaq üçün alıcıya aid olan bir şeydir yəni. Satıcı yəni zaten bunları eləmir. İndi eləsi var eləyir, bu qardaşımız eləmir. Burada da bir dənə elə bir otaqdır. Gedək indi evin ikinci mərtəbəyə. Burada kollektor sistemi buraya yığılır, istifol sistemi buraya yığılır. Gözəldir ya, genişdir, həyəti də genişdir. Bələdiyyə sərəncamı var. Ev cütdaşdır. Evin bax kəməri var. İndi sən bəlkə də göstərə bilməzsən buradan. Fundamenti yüksək səviyyədə. Kəməri görsənik. Kəməri var, hə. Deməli, Tural, əziz qardaşım, bir dənə zəhmət olmasa çevir ətrafı görsət. Ətrafı çevir görsət. Bax, görürsünüz, əziz dostlar, əziz izləyicilər, tam yaşayışdır hər tərəf. Tam yaşayışdır. Özü çox gözəl və sakit bir məhəllədir. Gəl qardaşım, deməli belə, təbii, burada da qoy təqdim edeyim. Burada 4 otaq, yəni 3 yataq otağı, bir qonaq otağı, mətbəx və hamam salonca dəni var. Bura isə tam təmirlidir. Bu təqdim edir qardaşım. Qapıdan içəri girəndə sol tərəfdə evin mətbəx hissəsidir. Gördüyünüz kimi çox gözəl, səliqəli yığılıb. Növbəti bir balaca detisk otaq. Burada hazırdır. Qapıdan içəri girəndə sağ tərəfdə isə burada bir qonaq otağıdır. Qonaq otağı təxminən yox, 6-dan 15-20 sm uzundur, 6-dan 24-25 var. Qonaq otağı, 24, ən az 24 var yəni, ən az. Növbəti bir otaq. Yəni burada yataq otağıdır. Burada hamam sanuzeldir. Gördüyünüz kimi. Kərbalay, bu evin qiymətini sən bütün otaqları göstərdin, təqdim elədin? Göstərdim hamısında. Yəni bu evdə də, əziz dostlar, əziz izləyicilər, bu evdə də ən önəmli şeylərdən biri mövcuddur. Yəni nə?
Bütün pəncərələrin qarşısı tam açıqdır. Yəni görmə məhdudiyyəti yoxdur. İşıqlıdır, günün istənilən vaxtında. Deməli, əziz dostlar, bu evimizin qiyməti təyin olunub 127.000 manat ilkin qiyməti təyin olunub, gəl olar. İnşallah real müştəriyə təbii ki, eləyəsən, indirim olacaq. Yəni təsəvvür yəni bu ev sahibinin qoyduğu qiymətə, yəni ton radiatordur, hamam tualet aksesuarı, bunlar nəzərdə tutulmur. Bunlar nəzərdə tutulmur. İndi qiymətlər çox güman ki, onsa razılığa gəlinir də indi. İnşallah kim alsa indi qiymətli güzəşt olunacaq. Yəni o işlərdəki alıcı tərəfindən həllini tapacaq. Allah xeyir versin alana da, hər kəsə də. Allah Teala ev arzusunda olan hər bir kəsə inşallah ev qismət eləsin. Heç kim evsiz qalmasın. Allah millətimizə, cəmaatımıza bərəkət versin. Allah əziyyəti keçən hər bir kəsə də xeyir versin inşallah. Amin inşallah. Əziz dostlar, zəhmət olmasa sizlərdən xahişimiz səhifəmizi bəyənib, rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərdən sizin də xəbəriniz olsun. Qeyd edim ki, hər birinizdən xahiş edirik ki, yəni dəstək olasınız. Səhifəmizdə növbəti evlərdən xəbəriniz olsun. Burada da evin böyük tərəfi orada da satılır. Burada yay mətbəxi də eləmək olar. Tural. O burada tam rahat şəkildə, görsən divarlar hazırdır, bir də üstün vurulmalı qalır. Vurursan, çox gözəl edirsən yay mətbəxi. Allah xeyirli eləsin inşallah. Amin.